Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində axtarış aparılıb. Dövlət Təhlükəsizliyi Xidmətində Əli Kərimli barəsində araşdırma ilə bağlı onun yaşadığı mənzildə axtarış aparılıb, lakin o saxlanılmayıb. Qeyd edək ki, Əli Kərimli barəsində araşdırma Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır. Xatırladaq ki, oktyabrın 14-də Bakı şəhəri Sabah rayon məhkəməsi Ramiz Mehdiyev barəsində cinayət işi üzrə qərar qəbul edilib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətindən cəlb edilmiş Mehdiyevin barədə verilmiş vəsadəti təmin edərək 4 ay müddətinə ev tutaqlığı qəti imkan tədbiri seçilib. O, cinayət məcəlləsinin 278.1 dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 dövlətə xəyanət, 193-1.3.2 cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham edilir.